قال الإمام الصادق عليه السلام: في التوراة مكتوب: يا ابن آدم تفرغ لعبادتي أملأ قلبك غنى ولا أكلك إلى طلبك وعلي أن أسد فاقتك وأملأ قلبك خوفا مني. İmam Sadiq aleyhisselam buyurur ki, Tövratda belə yazılıb. Yəni Peyğəmbər və Əhl-i Beyt bəzi hallarda bizim keçmiş kitablarımıza da müraciət edib. Bəzən deyirlər ki, Tövrat bizim kitabımız deyil, İncil bizim kitabımız olmayıb. Bizi hər kəs o kitablardan birini inkar etmiş olsa, Quranı inkar etmiş kimidir. Təbii ki, bugünkü dövrdə Tövrat da təhrifə uğrayıb, İncil də təhrifə uğrayıb. Bu günləri biz Tövratdan, İncildən dəlil gətirməliyik. Biz həqiqətən də isnad etdiyimiz yer nədir? Quran-ı Kərimdir. Amma Tövratı olduğu kimi tanıyan Əhl-i Beyt əleyhissalam idi. İncili həqiqi İncil kimi tanıyan və ondan isnad gətirə bilən həqiqətən də Əhl-i Beyt əleyhissalamdır. İmam Sadiq əleyhissalam da öz adətinə uyğun olaraq hədis Allah təbərrə və Teala'dan bir söz, vəhiy gətirir. Buyurur ki, fit Tevrati məktubun, Tövratda bu cür qeyd olunub. Yəbnə Ədəm, ey Adəm övladı. Allah bəndələrinə müraciət edir. Təfərrəğ li-ibadəti. Mənim ibadətim üçün özünü azad elə. Mənim ibadətim üçün, mənə ibadət etmək üçün neynə? Özünü azad elə. Bu azadlıq deyiləndə nə nəzərdə tutulur? İnsan varlıq olaraq qeyd etdiyi ki, ona ətə olan zülmətdən nura çıxardan əql qüvvəsi Allah mütəala ona verib. Və bu əqllə insan haqqı batildən ayıra bilir. Bəzi hallarda bir çox insanlarda bu hissin düzgün istifadəsinin qarşısı alınır. Bu qarşısı alınan xüsusiyyətlər insan nəfsi ilə əlaqədardır. İnsan nəfsi səbəb ola bilir ki, ağlının düzgün nəticə çıxartmasının qarşısını alsın. Xətalı və səhv nəticələr əldə etmiş olsun. Və sonda da öz tale və müqəddəratının düzgün olmamasına gətirib çıxarmış olsun. Və lap sonda da ilahi qəzəbin ona şamil olmasına gətirib çıxardır. Buyurur ki, öz nəfsi duyğularından, öz şəhvani və qəzəb hisslərindən insanda heyvani hiss də var. İnsan bu heyvani hisslərdən, öz şəhvani və qəzəb hisslərindən xilas olunmalıdır ki, ağlı bir nuraniyyət tapsın və ilahi nur sahəsində neyləmiş olsun? Düşünsün, dərk eləsin və salim, düzgün nəticə əldə eləmiş olsun. Hədislərdə də qeyd olunub ki, Ə'də aduvək beynə cəmbeyk. Sənin içərində, sənin ən dəhşətli düşmənin sənin içində olan nəfsindir. Sənin daxilində bəslədiyin nəfsindir. Bu nəfsdən qurtuluş, Ustad bir neçə, Allah onu salamat eləsin. Ustad bir neçə hələqədir, bir neçə cümələrdə ümumi olaraq bu söhbətləri qeyd edir.
İnsan öz nəfsini tanımalıdır, insan özünü tanımalıdır, özünü dərk eləməlidir. Bu haqda geniş söhbətlər edib. Hətta Həzrət Əmir Əl-Mömin əleyhissalam buyurur ki, özünü tanı. Əgər hər kəs özünü tanısa, fəqat intəhə, hər şey bitdi. İnsan özünü tanımış olsa, artıq hər şey bitib. Yəni bitib deyəndə necə? Artıq düzgün yoldasan. Düzgün yola qədəm qoymusan. Yetər ki, özünü dərk eləyəsən. Öz içindəki olan halları neynəmiş olasan? Safçürük edə biləsən. Neyin hardan gəldiyini, əqli qüvvədəndir, nəfsi qüvvədəndir, insanın fitrətindəndir. Hər hansı bir səslər var insanın içərisində. Şeytan da müdaxilə eləyə bilir. Şeytanın da pıçıltıları var burada. Bəzən şeytanın pıçıltılarını ilahi bir vəhiy kimi qəbul edirik. Şeytanın pıçıltılarını ilahi vəhiy kimi qəbul edirik. Bəzən əqli qüvvələri, əqlin hissinin öz nəfsimizin aləmi qatışdırmışıq içərimizdə. Nəfsi duyğuları tanımaq və onları, nəfsi isləkləri özümüzdən uzaqlaşdırmaq əsas məsələlərdəndir. Nəfs formalaşdıqca, nəfsə qidalandırmalar verdikcə, onu gərək özümüz təyin eləyə bilək. Görərsən ki, din qəbul eləyib, nəfsinə görə qəbul edib. Nəfsi istəklərinə görə qəbul edib. Nəfsi duyğularına görə qəbul edib. Onun nəfsi ilə uyğundur. Onun zövqi ilə uyğundur. İslam belə qəbul edirlər. Əvvəldə ilkində ola bilər bu cür olsun, amma sonradan insan özündə safçürük edib düzəltməlidir və dini din kimi qəbul etməlidir. Nəinki mənim nəfsimə zidd olmuş olsa, öz mənəviyyat, öz içərimdə olan istəklərimə qarşı da olmuş olsa, mən o dini qəbul edəcəyəm və onu sevəcəyəm və onun ardıca gedəcəyəm. Yəni, din bizə bu cürlə təlqin edir. Yəni, nəfsi istəklərdən azad ol. Bəzən bu hisslərimizi günahlarla qidalandırırıq. Özümüz də hiss etmədən. Qeybət hissi bilirsinizmi ki, insanın nəfs hisslərini qidalandıran xüsusiyyətlərdəndir. Qeybət hissi bir möminin arxasıca danışmaqlıq birincisi nədir? Özünü bəyənməkdir, öz nəfsi hisslərinə bəraət qazandırmaqdır, qarşısındakını əzməkdir. Quran-ı Kərimdə buyurur ki, mömin qardaşınızın ətini yeməyin, qeybət etməklə bir-birinizin ətini yeməyin. Yəni, demək istəyir ki, qeybət özü bir qidadır, nəfsi qidadır. Əslində, sən onu etdikcə nəfsüvü gücləndirirsən və bu nəfsi qabardırsan, arxada isə duyğular itir. Hissləri susturmusan, düşüncələrinizi susturmusan və burada ancaq fəaliyyət göstərən, qarşıda qabaran sənin nəfsün və bu nəfsivə görə qiymət verirsən və bu nəfsivə görə yüksəldirsən və hökm verirsən. Cəmiyyətdə, tarixdə, keçmişdə baş verənlərin əksəriyyəti də nəfsi istəklərin fəallaşması ilə idi. Məgər İmam Hüseyn əleyhissalamın Allah lənət eləsin qatilləri namaz qılmırdılar, oruç tutmurdular, bizdən çox gecələri qalırdılar, bizdən çox gündüzləri oruç tuturdular. Peyğəmbər səlавatullahı öz gözləri ilə görmüşdülər. Peyğəmbər səlавatullahın yanından ayrılmırdılar, hətta vəhiy katibləri var idi onların içərisində. Amma Hüseynə qarşı ən böyük cinayəti törətdilər. Əhl-i Beytə qarşı amansız cinayətləri yerinə getirdilər. Niyə? Nəfsi istəklərinə qarşı idilər. Həzrət Əmir Əl-Mömin əleyhissalam öz dövründə xilafətə gələndə bir çoxları ondan üz döndərdilər. Niyə? Çünki onların nəfslərinə qarşı çıxdı. Onlara nəfslərinə qarşı çıxdı və onlardan neynədi? Hətta əlindəkilərdən onları məhrum etdilər. Və dünya malına görə, öz nəfsi istəklərinə görə
Həzrət Əmir əl-Möminin əleyhissalamla nə edilər? Düşmənçilik, haqla düşmənçilik etdilər. Çox təhlükəlidir. Elə də sakitcənə oturmaqla deyil, hər birimizə aiddir. Çox diqqətli olmalıyıq. Araşdırmalıyıq. Burada söhbət olundu, qutardı, xeyr. Gedib araşdıracaqsan, öz içində olan xüsusiyyətləri təhlil edəcəksən, yaxşını pisdən ayıracaqsan və özündə olan mənfi xüsusiyyətləri kənarlaşdırıb ona hədd qoyacaqsan. Bu təqdirdə sənin ruhaniyyətin yetişəcək. Bu təqdirdə sən ali məqamlara yüksələcəksən. İnsan həqiqətən də zəncirlənmiş vəziyyətdədir. İmam Sadiq əleyhissalam Tövratdan gətirdiyi bu sözü ki, Allah müteal buyurub ki, ey Adəm övladı, təfərraq li ibadəti, mənim ibadətim üçün təfərraq, yəni boşal, azad ol. Azad ol günəm. Azad olduqdan sonra nə deyir? Əmlə'u qalbəkə xinəm. Sənin qəlbini hər şeydən ehtiyatsız edərəm. Sənin qəlbini, istəklərini hər şeydən ehtiyatsız edərəm. Əgər ibadətim üçün sən hər bir nəfsini, istəklərini qarşısına ala bilsən, onlara yoxdur, sən boşaltsan qəlbini, huzur qəlb əldə etmiş olsan, mən sənin qəlbində zənginlik yaradaram. Huzur qəlb, cövhər, əsl üçün bir əsildir. Yəni, necə əsildir? İmam Sadiq əleyhissalam öz sahabələrindən birinə buyurur ki, əl-ibadətü cəvhara. Buyurur ki, ibadət bir cövhərdir, əsildir. Əgər hər kəsin bir qəlbinə ibadət yetişmiş olsa, qulluq yetişmiş olsa, həqiqi qul olmaq şansına sahib olmuş olsa, artıq insan üçün bir çox məsələlər həllini tapıb. Və ondan öncə də insan gərək huzur qəlb yaratsın. İbadətin qəlbə yetişməsi üçün, hazır olması üçün, onun üçün gərək öz qəlbini neynəmiş olasan, səhmana salasan. Bir evə qonaq gələndə çalışırıq neynəyək? Təmizlik işlər aparaq. Səliqə səhman yaradaq. Və ilahi nurun içində qəlbə daxil olması üçün huzur qəlb lazımdır. Hazırlıq etmək lazımdır. Bir oranı təmizləmək, nəfsi istəklərdən və çirkinlərdən və özünü bu pisliklərdən qorumalıdır ki, ilahi lütf və mərhəmət, ibadətin həqiqəti sənin qəlbində öz əksini tapsın. Və buyurur ki, elə ki ibadətin həqiqəti sənin qəlbində yetişdi, sənin qəlbi çox şeylərdən ehtiyatsız edərəm. Bəh. Çox gözəl, böyük mövqeydir, böyük bir məqamdır. Görərsən ki, bəzən şahidi oluruq, görərsən bir insandır, kasıbdır, amma görürsən ürəyi imkanlıdır. Hər bir şeyə meyil salmaz. O milçək kimi hər şeyin üstünə qonmaz. İçərisi bunun ehtiyatsızdır. O qədər də hər şeyə meyilli olmaz. Buyurur ki, mən sənin qəlbində elə bir qənilik yaradaram ki, o qəniliyin içərisində bilirsiniz nələr var? O qəniliyin içərisində sükunət var, sakin var, səkinəlik var, rahatçılıq var, aramçılıq var. Vüqar var insanın o qəniliyin içərisində, insan vüqar tapar. Bilirsiniz nə qədər gözəl bir xüsusiyyətlərdir bunlar? İlahi dərgah tərəfindən mələklərin içərisində o insanlarla fəxr eləyər. وَلَا أَكِلُكَ إِلَى طَلَبِكَ. Mən sənin öz istəklərinə buraxmaram. Mən sənin öz istəklərinin ardıca buraxmaram. Allah müteal öz bəndəsini, o ki nur ki insanın qəlbinə daxil oldu,
öz sevgisini, öz sevgilisini heç vaxt kənara buraxmaz. Onun qəlbini o qədər məhəbbətlə doldurar. O qədər sevgi ilə doldurar. Sən ona qarşı olduğun sevgi, o aşiqin ona qarşı olduğu sevgidən də daha çox sənə aşiq olar. Allah bəndəsini o qədər dəyərləndirir, o qədər sevir, o qədər məhəbbət, lütf göstərir. Və aleyyə ən əsuddə faqətəkə və mənim boynunda olar ki, səni ehtiyaclarını ödəyəm. Həm mənəvi, həm cismani, həm maddi. Qeyd etdiyi bayaqları, mənəviyyat dəyərləri, ehtiyacları maddiyatdan daha çoxdur. Mənəviyyat dəyərləri insan aləminə sığmaz. O qədər neymətlə doludur. O qədər ruhi mənəvi dəyərlərlə doludur. Allah mütəal buyurur ki, sənin o istəklər və hacətlərini mənim boynumdadır. Onları sənə əta eləyərəm. Ardıca İmam Sadiq əleyhissalam buyurur: "Və in la təfərraq li'ibadati amla'u qalbaka şuğlan bid-dunya." Buyurur ki, əgər ibadət üçün qəlbini azad etməsən, nəfsi istəklərindən azad etməsən, boşaltmasan, dünya işləri ilə qəlbimi məşğul eləyərəm. Ya ilahi məşğuliyyətdir qəlbində, o ilahi məşğuliyyət olmasa, o içərində dünya ilə, hansı dünya? Nə cürünə bir dünya? O dünyadır ki, ümidləri boşa çıxardar. Hədislərdə çox qeyd olunub. O dünya ki, müddəti çox qısadır. O dünya ki, ancaq rəzillik gətirər, hörmətsizlik gətirər, ifunət gətirər insanın qəlbinə. Dünya malı yığarsan, Allah o qədər səni məşğul eləyər dünya malı ilə. Təkcə imkanları eləyir, xeyr kasıbları da həmçinin. Düşüncəsi, fikri, zikri pul qazanmaqdır. Ancaq hədəfi, ali məqamı bircə pul qazanım, ailəmi dolandırım, özümə ev tikim, eşik sonra, sonra. Ay pul qazanıb ev tikənlər. Sonra nə oldu? Baxırsan ki, sonra. Lazımdır. Evdə lazımdır, eşik də lazımdır, maşın da lazımdır. Amma məqsəd olmamalıdır, hədəf olmamalıdır. Allah qismətindədirsə yetirəcək. Qismətində dörsə qəlbimi məşğul eləmə. Və bu dünya məhəbbəti ki, insanın qəlbinə düşəndə insanın bütün istəklərini çox cılızlaşdırar, insanın məqamını aşağı salar. O insanı dəyərsiz eləyər. Sümmə lə əsuddu faqətəkə. Sonra sənin hacətini, istəklərini yerinə getirmərəm. Artıq səndən ümidimi keçmişəm. Və ukilukə ilə tələbikə və səni öz istəklərvə buraxaram. Sənin öz istəklərvə həsr edərəm. Və insan da bax bu şəkildə Allahın qəzəbindən amanda olmaq üçün insan gərək öz ibadətlərinə fikir verə. Öz qəlbi üçün şərait yaradaq. Bu şərait nəfsi istəkləri kənara qoymaq və həmçinin də özünün namazlarına, ibadətlərinə xüsusi vaxt ayırmalıdır. Yəni, vaxtlarında yerinə getirməlidir. Namazın vaxtıdır, görürsən, deyir, bir dənə bu işimi görün, sonra eləyərəm. Oruz tutmalıdır, deyir, qoy bir ay keçsin, tutaram. Və yaxud da ilaxır, bu cürlə, bu əslində namazı yerinə yetirməklik, vaxtında icra etməklik, orucu, vacibatı yerinə yetirməklik və digər əməlləri yerinə yetirməklik hələ insanın ilahi rəhmət üçün şərait qurmasıdır. İlahi, bax, sən məni çağırmısan namazı vaxtında qılcınəm, durmuşam, gəlmişəm. İlahi, demisən, orucu vaxtında tutmuşam. İlahi, demisən, yaxşılıqda
qabaqcıl ol, etmişəm. Bu cürünə şərait, yəni qəlbində şərait yaratdığın kimi, həmçinin də əməllərinə də düzəliş edəsən. Heç vaxt deməyin, işim var, namazım dur. Deyinən ki, işim diyan namazımdır. İbadətimdir, namazınızı əvvəl vaxtında qılın. Namazı əvvəl vaxtında qılmaqlıq hüzur qəlb deməkdir. Qəlb kimidir. Yəni bir növ özünü hazırlaşdırmaq kimidir ki, özü bu mövqeydə tutmusan ki, yəni mən ilahi rəhmətin qarşısında hazıram. İlahi öz rəhmətini mənə əta eləyəcək. Allah bizləri həqiqi ibadət əhlindən qərar versin. Allah bizləri həqiqi əhl-i beyt tərəfdarlarından qərar versin. Allah bizi bir-birimizə mehriban qərar versin. Allah bizim böyük və kiçik günahlarımızı bağışlasın. Bir nəfər xahiş elədi, qız övladı var Zeynəb, Allah ona şəfa versin. Xahiş elədilər ki, onun salamatlığı üçün dua eləyərsiniz. Allah ona şəfa inayət eləsin sizin amininizlə. Onun salamat olması və şəfa tapması haqqında Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edin.